Demək, haradır bura qaqa? Goranboy nə kəndi? Goranboyun Əzbəyli kəndi aparat çəkmişik. 3 kilovat, 3 simlabarot, 4 təkət, 24 bıçaq. Qardaş da kampaniyadan yararlandı. 1000 manatlığı 800 manata gətirdik. Ülvi qardaşımızın dostudur. Gözəl qardaşdır. Allah xeyri versin. Prosta bir şey var. Qardaş 4 kilovat sakas eləmişdi. Baxın qardaşlar. 4 kilovatın toku yoxdur. 3 kilovat getmişdik. Bunu Gəncəyə aparırdıq. Məcburuq şimdi qardaşın işini açmaq üçün. 4 kilovat işləmədi orada. 3 kilovat verək işlətsinlər. Başqa variant yoxdur. Aparaq onu da görək. Gəncədə 4 kilovat işləyəcək inşallah. Qardaş nətər doğrayız? Əladır. Yəni 3 kilovat da bu qardaşım 4 kilovat deyil. Baxın. Doğramağa da maşallah. Prosta 4 kilovatın toku yoxdur. 4 kilovat buradadır bax. 4 kilovat, 3 kilovat 38 bıçaqlı işləmədi. 3 kilovat da Gəncəyə aparırdıq. Məcburuq şu pul eləməkdən sarı həm də klienti də yox, klientə yox deməyək. İndi onu apararıq Gəncədə 4 kilovat işləməz. Qardaşlar bir gün gözləyir 3 kilovat gətiririk. Bu da 3 kilovat, 3 kilovat. Yəni klientlərimizə demək istəyirəm, Azərbaycanın çox bölgəsində tok yoxdur, sizin başda dönüm. Yəni 4 kilovat çox yerdə zakas eləməyin, işləmir 4 kilovat. Bu 3 kilovat işləyir. Amma bu eyni motordur, bu 4 kilovatda, o 3 kilovat eyni aparatda, bu böyük motorda zəif, o işləyir. Üç kilovat olmağına baxmayaraq da bu maşallah qəşəng işləyir, bax. 212 həfs, heç, at qaq, at. Bax, üstlərində toz yox, torpaq yox. Qaqa, nətərdir, videoda gördüyün kimidir, əladır. Yəni, klientlərə məsləhət görürsən, xeyirli olsun. Mən də Usta Sarxan, Dəmir Sərvət Sexindən nümayəndə olaraq gəlmişəm. Goranboyun kəndinə gətirmişəm aparat, prosta otumuzun çiləsi yaşlı mıraba, deyirəm nəmi atmasın da, yəni yaşlı. Üydür nəmi? Bayanı qardaş göz qaba, bu nəmdir, bax. Nəmdir, amma az-az atsan üydür. Şu əla. Təzəd ona görə, hə. Maşallah, baxın. Əla, süper. Xeyir olsun. Həqiqi gözəl qardaşdır. Diləyə yəni qiymət verən qardaşdır. Yəni texnikanı işlədə bilən qardaşdır. El adam var, baxma. İndi öz malınızda alırsınız, yəni basıb sındırmaq, qırmaq lazım deyir də. Təbii ki, pul verirsə, nə olsun zamanat var. Amma sağ olsun qardaş, dəyəri qardaşdır. Yəni mala, aparata, yəni makinəyə qiymət verən qardaşdır. Qaqa, səni bir evə qoymayacaqlar. Həyat bazarı batırdın. Öpürəm qardaş, xeyirli olsun. Qulluğun deyəm. Həqiqət gözəl qardaşdır, dəyərli qardaşdır. Çox səmimi insandır, çox qabiliyyətli oğlandır, qabiliyyətli qardaşdır. Allah'ın olsun. Allah belə qardaşları bizlərin yanından heç vaxt əksik eləməsin, həmişə var eləsin. Burada Goranboyda da Ülvi qardaş var, Mikail qardaş var. Bu qardaş da, o qardaşlar mənə deyib, onun dostudur, onların dostu mənim dostum. Allah'ın dostu, onlar da gözəl, səmimi insandır, səmimi qardaşdır və onların dostu da özləri kimi də var, səmimi qardaş, gözəl dostdur. Belə qardaşdan yoldaşçılıq, dostçuluq, münasibət qurmağa dəyər. Belə gözəl qardaş, gözəl oğlandır. So, öpürəm qardaş, bunlar da öz atmadı, bunlar nəmdir də. So, qardaş, söndür, hazır. Bu nədir üstə qalıb? Sən? Ha, quzu ələyindəndir. Yəni ələklər hanı, bu 4 kilovat buradadır, onun da ələkləri oradadır. Xeyirli olsun qardaş, kimə lazım olsa əlaqə saxlayın.